Hər birinizə salam dəyərli izləyicilər. Bu gün qəbula son təkrar videolarımızdan say sistemi mövzusundayıq. Gəlin başlayaq qəbula düşmüş 2023-cü ilin 1-ci cəhd 2-ci şansında düşmüş suala baxaq. Nə deyir? Deyir ASDB 8-lik say sisteminə verilmiş və bu şərti ödəyən 4 rəqəmli ədəddir. Məlumdur ki, A say sisteminin ən böyük rəqəmidir. 8-lik say sisteminin ən böyük rəqəmi neçədir? 7. Əla, A 7-dir. D verilmiş say sistemində sadə rəqəmdir. 8-lik say sisteminin sadə rəqəmləri 2-dir, 3-dür, 5-dir, 7-dir. Əla. 7 ola bilməz. Aha. D-dən kiçik bir dənə, daha doğrusu D-dən böyük C də var deyə D 5 də ola bilməz. Ya 2-dir, ya 3-dür. Gəl baxaq indi, davam edək. D ya 2-dir, ya 3-dür. C verilmiş say sistemində 4-ə bərabərdir. C 4-ə bərabərdirsə, əla, lap yaxşı. B verilmiş say sisteminin ən kiçik sadə rəqəmidir. B ən kiçik sadə rəqəm 2-dirsə, onda D-yə də 3 qalacaq. D də olacaq 3. İndi deyir bu ədədin 16-lıq say sistemində yazılışını müəyyən et. Hansı ədədin? Bu. A, C, D, B. A 7, C 4, D 3, B neçədir? 2. Bunu. Bu 8-lik say sistemindədir. 8-lik say sistemindən 16-lıq say sisteminə keçməyin ən yaxşı üsulu odur ki, 2-liyə keçib oradan keçək. 8-lik say sistemindən 2-lik say sisteminə keçmək üçün də hansı ki 4-2-1 qaydası olaraq adlandırırıq bunu. Nə deməkdir bu? Sadəcə hər bir rəqəmi götürüb ayrıca 10-luğa keçmiş olam. Daha doğrusu 10-luqdan 2-liyə keçirmiş kimi keçirəm. Çünki 7-lik say sistemində olan 8-lə 10-luq say sistemində, daha doğrusu 8-lik say sistemində olan 7 ilə 10-luq say sistemində olan 7 eyni 7-lər olduğuna görə mən bu 7-ni 10-luq say sistemindən 2-lik say sisteminə keçdiyim qayda ilə keçsəm 1-1-1 əldə eləyəcəm. Hansı ki 8-likdən 2-yə keçəndə də yenə 1-1-1 olur. 7 olacaq 1-1-1. İndi bunu qısaldıb deyirik ki 4-2-1 qaydası. 4 almaq üçün 1-0-0, 3 almaq üçün 2 ilə 1-in cəmi 0-1-1, 2 əldə etmək üçün də 0-1-0 formasında ifadə edirik. Və bunun yanaşı yazıda olur 3-dən 1, 1-0-0, 0-1-1 və 0-1-0 formasında ikilik bir ədəd almış olduq. Və bizdən 16-lıq say sisteminə çevirməyimiz istəyir deyə. İndi də 8-4-2-1 olaraq adlandırdığımız metoddan istifadə edə bilərik. 4-4 ayırıb, hansı ki bunu 4-4 ayıranda burada 3 dənə olur deyə bura təsirsiz 0 atıram. Hər hissəni 4-4 ayırdım. Yox, bura 5-5 ayırmışam. Diqqətli olaq bir dənə. Bir dənə diqqətli olaq. Vay. Aha. Burada 1 var idi, bu belə. Deməli 2-2-4, 2-2-4. Aha. Deməli bu nədir? 8 var və 2 var. Bura 10-dur, yəni 16-lıq say sistemində A. Bu 1-dir, bu da 4-dən 1-dir, yəni 15-16-lıq say sistemində F. F1A olacaq bizim doğru cavabımız, yəni A variantı. Keçək, davam edək növbəti sualımızdan. Növbəti sualımız 2024-cü ilin 2-ci şans 1-ci cəhd imtahanında. 2-ci şans 1-ci imtahanında istifadə olunmuş sual nümunəsidir. Deyir, x ixtiyari natural ədəd olarsa. X ixtiyari natural ədəd. Yəni x qiymətlər alır 1-dən müsbət sonsuzluğa kimi. Əla. Yox, buranı qapalı mötərizə yazanlar. 2 üstü x 8-lik say sistemindəki yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Baxın, biz 2 üstü x 10-luq ədədini 8-lik say sisteminə çevirəndə nə edirik? 8-ə bölə-bölə gedirik, qalıqları tərsdən düzürük, düzdürmü? İlk rəqəmi maksimum neçə ola bilər? Yəni bu 2 üstü x-in 2 üstü 3-ə bölünməsinə alınan ən böyük qalıq neçə ola bilər? Ən böyük qalıq 2 üstü 2 ola bilər. Yəni x-in 2 qiymətində, tutaq ki, 2 qiymətində və yaxud nə bilim 5 qiymətində fərqi yoxdur. Ən böyük qalan qalıq 2 üstü 2 ola bilər. Çünki 2 üstü 3 olan kimi, yəni x-i bir vahid artırdım. X-in 2 qiymətini artırdım, elədim 3. 3 olsa 2 üstü 3 bu 8-ə tam bölünəcək. O ödəməyəcək. 2 üstü 4 olsa, 2 üstü 4-ü bir dəfə böləcəm. 2 üstü 3-ü çıxartdım, qaldı 2 üstü 1. Qalada qalmış olacaq 2 üstü 1, yəni 2. Ən böyük bizim üçün qala biləcək şey 4-dür. Və burada cavab olacaq bizim üçün 1-ə gedəcək D variantı. Gəlin bunu biraz da açaq, əgər anlamayan oldusa. Baxın, tutaq ki 2-nin qüvvəti olan bir ədəd deyək. 2 üstü x şərtində o deyək. Məsələn, nə bilim 20, 32 olsun, 32. 32-ni 8-ə bölə-bölə gedəndə, yəni 2 üstü 5-i 2 üstü 3-ə bölə-bölə gedəndə, 2 üstü 5-in içində 2 üstü 3-dən
Neçə dənə var? Birinci bunu təyin edirik, 4 dənə. Və qalıq ilk dəfədə 0 olacaq, düzdürmü? Əla. Bunu normalda hamımız bu formada eləyirik ki, 4 dənədir, burada oldu 0. Sonra 4-ün 8-ə bölünməsindən alınan qalıq nə oldu? 4 oldu. Yəni bölünmədi 0, 0 dənə, qalıq 4. Və qalıqları səslən düzəndə 4 0 oldu 8-lik say sistemində 32 ədədinin yazılışı. Və baxın, 2 üstü 5 qoydum, hə? 2 üstü 5 qoydum, amma yenə də 4 oldu maksimum. Niyə? Bunun içindəki 2 üstü 3-ün biri getdi. Qaldı yerdə 2 üstü 2. Yəni bizdən qısaca soruşur ki, 2 üstü x-dan 2 üstü 3-ləri çıxardandan sonra maksimum neçə qala bilər orada? Maksimum qala biləcək şey 2 üstü 2-dir. 2 üstü 3 qala bilməz. Axı 2 üstü 3 qalmışdı, zaten o çıxartmışam. Və buradan müəyyən edirik ki, ən böyük ola biləcək 4. Keçirəm. X ixtiyari natural ədəd olarsa 2 üstü x onluq ədədin 16 say sistemindəki yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Yenə 2 üstü 4-ə bölə gedəndə maksimum yəni qala bilər əlimdə 2 üstü 3, yəni 8. Burada 2-yə də gedəcək A variantı. Bu da bu formada. Keçək indi növbəti sualımıza. 2024-cü ilin ikinci şans, ikinci imtahanıdır. Baxaq, 0-1 rəqəmlərindən ibarət bütün 6 rəqəmli ədədlər artan sirlə aşağıdakı kimi düzülmüşdür. Baxın, 0 və 1 rəqəmlər hansı say sistemi rəqəmlərdir? İkilik say sistemi rəqəmlərdir. İkilik say sistemində ədədlər artan sırı ilə düzülür. Bu 0-dır, bu 1-dir, bu 2-dir, bu 3-dür. İstəyirsiniz onluğa çevirək, baxaq. Üstünə 0, 1 yazdım. 1 vurulsun 2 üstü 1, 1 vurulsun 2 üstü 0. Neçə elədi? 3. Əla, bu artan sıra ilə düzülüb. Deyir ki, ədədin sıra nömrəsini müəyyən edin. Baxın, 0 ədədinin sıra nömrəsi 1-dir. 1 ədədinin sıra nömrəsi 2-dir. Hər birinin sıra nömrəsi öz onluq dəyərindən bir vahid böyükdür. Onda mən 1, 1, 1, 0, 1, 1-i ikilik say sistemindən keçərəm onluq say sisteminə və üstünə 1 gələrəm, sıra nömrəsini taparam. Deməli, bunun da 2 üstü 6 minus 1 olardı. Bunun içində də 0, 1, 2, 2 üstü 4 yoxdur. Çıxartdım, bu da eləyir 59. Əla, çevirdim onluq say sisteminə. Baxın, bunun onluq dəyəri 59-dur. Hər birinin sıra nömrəsi öz onluq dəyərindən bir vahid böyükdür. Deməli, bunun sıra nömrəsi nə olacaq? 60. Cavabım olacaq 60. Bu sualda belə. Gəlin, davam eləyək. Keçək növbəti sualımızdan. Deyir, əsası n olan say sistemində. Hə, bu 2025-in birinci şans imtahanı sualı düzdür. Bu sualda biraz məntiqi xəta var. Hansı ki, n əsaslı say sistemində n və n rəqəmləri n rəqəm ola bilməz. Yəni 7-lik say sistemində 7 rəqəm ola bilməz. Burada deyir n-lik say sistemi və n rəqəmindən danışır. Amma ki, belə sualı həll edə bilirik. Gəlin baxaq. M-in qiymətini tapın. Gəlin bu bərabərsizliyi birinci həll edək. Necə? Hamısını keçə bilərəm də onluğa 0, 1, 2, 0, 1, 2. 5 vurulsun n kvadratı, 5n kvadratı plus mn plus 4. Minus, yəni 4 necə oldu? 4 vurulsun n üstü 0, n üstü 0, 1-dir, 4-ə vurdum, elədir 4. Buradan minus 4n kvadratı, 4n kvadratı, mənfi mötərizə daxilinə vururam bir dəfəlik, olur minus mn, mn 5n minus 5 daha doğrusu bərabərdir 48-ə. İndi buradan mnlər gedir. 5n kvadratından n kvadratına çıxdım, qaldı n kvadratı. N kvadratı minus 5 burada, 4 burada, minus 1 bərabərdir 48-ə. N kvadratı da bərabərdir 49-a. Onda belə çıxır ki, n də bərabərdir mənfi müsbət 7-yə. N say sistemin əsasıdır deyə mənfi ola bilməz. N deməli 7-dir. M-in ardıcıl rəqəmlərdirsə, say sistemin M deməli N-dən kiçikdir. Niyə? N-lik say sistemində zaten N ola bilməz, o heç. N-dən böyük rəqəm də ola bilməz. 7-lik say sistemində bu 7 rəqəmidir. Bu da onda 6 rəqəm olacaq ki, ardıcıl olmuş olsunlar. Bizdən də M-i soruşur, yəni 6-nı. Davam eləyək, keçək növbəti sualımıza. Bu da 2025-ci ilin ikinci şans imtahanında istifadə olunmuş sual nümunəsidir. Gəlin baxaq. Necə həll edirik bu tip sualları? Heç nə, hər tərəfə onluğa çevirəcəm. 0, 1, 0, 1, 0, 1. 4 vurulsun x üstü 1, yəni 4x, plus 8 vurulsun x üstü 0, 8. 1 vur x üstü 1, x, plus 7. Bərabərdir 6x plus 6-ya. Buradan belə çıxır ki, 5x plus 15 bərabərdir 6x plus 6-ya.
X bərabərdir 15 minus 6, o da verəcək 9. X-i tapdım 9. Eyni qaydada Y-i də tapmalıyam. 0, 1, 0, 1, 0, 1. 4 vurulsun Y üstü 1, 4Y plus 2 minus Y minus 4. Yəni bu mənfi bunun daxilinə də dəydi. Normalda Y plus 4 vur Y 0, yəni Y plus 4 olurdu. Mənfi oldu. X-dən mənfi olmuş oldu. Bərabərdir 2Y plus 3-ə. Buradan 3Y plus, yox, minus 2 bərabərdir 2Y plus 3-ə. Y də bərabərdir 5-ə. Bizdən də nəyə soruşur? X minus Y-i, yəni 9 minus 5-i. Bu da mənim üçün olacaq 4. Cavabım olacaq C variantı bu sualımızda da. Bu da bu formada. Növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.